Qalan sənə aid deyil. Bu köynəyi mən geymişəmsə mənə aiddir. Geyməsəm, mən ondan sonra başqa birisi geyəcək daha. Yəni, bunu geyinib köhnətsəm mənə aiddir. Bir də yediyim mənə aiddir. Bir də əlimlə nə vermişəmsə o mənə aiddir. Mənlə gedən odur. Yəni, axirət bankına yatırdığım odur. Burada bankaya qoy pulu, heç bir şey xərcləmə, heç nə. Oldu heç nə. Yəni, heç nə oldu yəni. Sən vəfat edəndən sonra varislərin ya xeyir dua eləyir, Allah rəhmət eləsin deyə yaxarışlar, ya da gör olsun. Vaxtında yemədi, bax biz indi yeyirik deyəcək. Var da elə. Adam evlənib, malı, dövləti, amma simicəymiş, xərcləmırmış. Vəfat eləyir, bu səfər xanımı başqasından evlənir. O da deyir, paltarlarını qoyurlar, övə qonaq gəlir. Deyirlər ki, yiyək döyək, yoxsa döyək yiyək. Qonaq da qorxur, deyir ki, bu nə deyirlər? Deyir ki, yox, yiyək sonra döyək. Yiyəndən sonra başlayırlar, həmən o adam kəsbimi uzadırlar, başlayırlar ki, yemədin, ala, lang, yemədin, bax, yesəydin sən yedin, ala, lang, saxladın, biz indi yedik. Yəni, ona görə, namaz bu ibadətlərin başındakı elə bir ki, tac kimidir. İnsanın, Allah qorusun, iki ayağı olmaz, əlin üstündə tavaf eləyən insanlar görür, videoroliklər görür. İki qolu dibdən yoxdur, ayağınla üzünü yuyan adamlar görürük, YouTube'da görürük, bu adamlar var, maşın idarlayır ayağından. Allah qorusun, bir böreğe atqaz gider, o birisi böreğinin həyatına davam edir. Ürəyini əməliyyatlar, stent eləyərlər, nəmlə alır. Mədəni çıxarıb, kapron qoyurlar, insan yenə yaşayır. Amma insan başı olmasa yaşaya bilməz. Bu bədəndə başı nəysə dində namaz odur. Bunsuz olmur yəni. Hər şey naqisdir yəni. Allah Teala namaz üçün və ləzikrullah əkbər deyir. Və ləzikrullah əkbər. Yəni, namaz ən böyük zikirdir. İçində qiyam var, ayaqda durmaq var. Yəni, bunlar hardan gəlib bu ibadətin, bu namazın içindəki bu hərəkətlər deyək, bu feillər, bu zikirlər hardan gəlib? Peyğəmbər Aleyhisselatü Vesselam səmaya yüksəldiyi zaman, Meyraçda, o Meyraç gecəsi qalxdığı zaman bir səmada qiyamda duran mələkləri gördü. Hamısı qiyam deyil. Bir səmada rükuda olan mələkləri gördü, yarı bükük vəziyyətdə. O birisi səma qatında gördü ki, hamısı səcdədədir. Allah Resulü o qədər xoşuna gəldi ki, bu ibadət. İçi axdı sanki. Yəni o ibadətdə doğru meyil yarandı. Allah-u Teala'nın müşahidə elədiyi zaman ilk sözü Peyğəmbər Aleyhisselatü Vesselam'ın Ət-təhiyyatü lillahi və s-salavətü və t-tayyibət. Namazla, dil ilə, bədənlə və mal ilə edilən ibadətlər sənədir ya Rəbbi. Allah-u Teala üç şeyə qarşılıq üç şey söylədi. Əssəlamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi və bərəkət. Salam, rəhmət və bərəkət. Üç şeyə qarşılıq Ət-təhiyyatü lillahi və s-salavətü və t-tayyibət. Bədən, mal və dil ilə, mal ilə, bədənlə edilən ibadətlər sənədir ya Rəbbi. Salam, bərəkət və rəhmət. Üç şey. Allah Resulü həmən biz ümmətini fikirləşdirdi ki, Əssəlamu aleynə və alə ibadilləhi salihin. Salam bizim üzərimizdə olsun və bizdən sonra gələn salih qulların üzərinə olsun. Allahın salih bəndələrin üzərinə olsun. Mələklər həmən nə deyirlər? Əşhədü ən la ilahə illallah. Bu diyaloqa mələklər şahidlik edirlər. Və əşhədü ənə Muhammedən abdühü və rəsulü. Namazın içində oxuduğumuz bu təhiyyətin tarixi oradan gəlir. Və Allah-u Teala Meyrac gecəsində Peyğəmbərimizə namaz ibadətini hədiyyə edir. İlk dəfə 50 vaxt əmr edir. Gün ərzində 50 dəfə namaz. Qayıdıb, Meyracdan qayıdan da Peyğəmbər Aleyhisselatü Vesselam Musa Aleyhisselamdan görüşür. Səmada deyir ki, ümmətimə nə əmr olunur? Deyir ki, namaz. Nə qədər vaxt? Deyir, 50 vaxt. Deyir, mənim ümmətimə də əmr olunmuşdur, eləyə bilmədilər. Qayıt azaddır. Bir qayıdışda 25 vaxta düşür. Ondan sonra biraz da azaddır, bir neçə gediş-gəlişdə ən sonunda deyir ki, Allah katında üzüm qalmadı daha. Allah katında üzüm qalmadı. Allah katında üzüm qalmadı deyir. Və Allah Teala deyir ki, mənim qatımda söz dəyişməz. Kim gündə 5 vaxt namazını gözəl şəkildə qılarsa, ona 50 vaxtın savabını verəcəm. 50 vaxtın savabını verəcəm. Yəni, namaz belə bir ibadət. Namaz səmada əmr olunan. Birbaşa Peyğəmbər Aleyhisselatü Vesselam Allah Teala'dan əmr olunan bir ibadət. Amma qarşılığı da şübhəsiz ki, gözəl olacaq yəni. Yəni, Allah sağ olsun. Axirətdə bu ki, Sırat körpüsündən keçəcəyik, orada belə çəngəllər var. Yəni, bu bənzətmə Allah aləm nə şəkildədir. Yəni, çəngəl deyir, çəngəl. Hədisdə çəngəl keçir. Qıldan daha incə, qılıncdan daha kəskin deyir. Yəni, şey üçün, Sırat körpüsü üçün. Orada bir neçə dayanacaqlar var. Birinci dayanacaq imandır yəni. İmanı var mı, yox mu? O yoxdursa gürültü ilə getdi aşağı cəhənnəmə. Çünki Sırat cəhənnəmin üzərində qurulan bir körpü. İkincisi imandan sonra namaz gəlir. Yəni namazda əksiklik yoxdursa namaz çəngəlində keçdi. Üçüncüsü oruçdur. Dördüncüsü varlıqsa zəkat
Beşincisi, varlıqsa həccə gedib gəlmədiyi. Orada o çəngəldə, yəni o senzoradan, o şeydə xarici ölkəyə gedəndə, təyyarədən keçəndə şeyləri, nəsə aparatdan keçəndə, nə varsa daxili orqanları hamısını göstərir. O şəkildə yəni. O çəngəllərdə sağlamsansa keçirsən, sağlam dönsənsə Allah qorusun, gürültüdən düşürsən. Ondan sonra ana ata haqqı, sonra da bütün insanların haqqı gəlir yəni orada. O gedikdən duraqlarda. Ona görə əzizlərim, canımızda təpər varkən, yəni bayaq Hacı deyir ki, namazı uşaqlar öylərinə qılsın. Yəni Peyğəmbər Əleyhisselam dövründə bir kör gəlir, gözləri görmür, adam kördür. Allah Resulündən soruşur ki, ya Resulullah, mən bu gecə vaxtları namaza gələ bilmirəm, yəni həşərat olur, nəmmə, zərər toxundurmasından qorxuram. Olarmı ki, mən bu gecə qarandıq namazlarını evimdə qılım? Allah Resulü belə durur belə, deyir ki, hayya alə saləhə eşidirsənsə, namaza gəl, namaza gəl. Hayya alə fələ, hayya alə saləhə eşidirsən, deyir ki, eşitəmiyarım. Ya Resulullah, deyir ki, o zaman gəl. Yəni, köra belə müsamaha yoxdur yəni. Yəni, torpil yoxdur. Köra belə evdə qıl söhbəti yoxdur. Köra belə icazı yoxdur. Yəni, məsciddə qılacaqsın. Çünki cəmaat namazı tamamilə bambaşqa bir şeydir yəni. O cəmaat namazını dadandan sonra evdə qılanda görürsən ki, nəsə bir şey əksik olur da. Çatışmır yəni. O doyum şeyini, nəyini, dərmanın dozası olur. O əksik yatanda görürsən kifayətlənmir. O dozanı ala bilmirsən yəni. Cəmaat namazında tək başına qılınan namazdan 27 dərəcə daha çox savab verilir. Biz məsələn Beytullah'a getdik, 27 dərəcə aldıq. Siz burada tək başına qılsanız bir dənə, yəni yatsı namazı bir dərəcə. Amma məsciddə 27 dərəcə. Və atdıq